subtitrlə bağlı indi tamaşaçılarda da narazılıq var kinoteatrda. Razıyam. Əgər lisenziya tələb olunan studiya lazım deyil, burada aktyor lazım deyil. Bəs sən tərcümə ilə məşğul olursan deyə bunu sual verirəm. Dedin ki, həm də müəyyən bir materiallar olub ki, vermisən. Nəyə görə həmin o subtitr tamaşaçıları qane eləmir? Elə filmlər var ki, onlar distributor vasitəsilə gəlir bu distributora. Və artıq oradan hazır gələndə artıq özləri onu tərcümə eləyib alt yazı ilə verirlər. Mən dəfələrlə olub ki, müəyyən səhvləri özüm çəkmişəm, bizə aid olmayan səhvləri çəkmişəm və göstərmişəm ki, bu tərcümə deməli artificial intelligence, yəni süni intellektdir. Mən özüm elə deyirəm də, çünki AI sözü var. Süni intellekt bunu yaradır. Süni zəka. Bəli. Yaxud əvvəl Google tərcümə var idi. İndi ondan da istifadə edirlər. Bilirsiniz, Yəni bundan imtina eləyə bilmərəm. Mən öz kinoteatrımda verirəm. Axı bu nədir mənə? Bu nə məhsuldur? Mənim tamaşaçıma hörmət qoymursan? Film vardı, franşiz, məşhur franşiz var. Çox ciddi məsələyə toxundu Rövşən. Franşiz var idi, Batman. Axırıncı demək onun bölümündə kifayət qədər güclü səhvlər var idi və götürüb Batman'i tərcümə eləmişdilər, Bat kişi.